Hər kəsə salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Torpaq yerinə dilə gəlib, əkib suladığımız toxumlar bu günlərimi bar verir. Bu gördüyünüz məhsullar zəhmətin, səbrin cavabıdır. Torpaq səssizdir, danışmaz. Ancaq bir ovuc toxumla, biraz suyla, alın təri ilə o da danışmağa başlayar. Bu məhsullar sadəcə tərəvəz deyil. Hər biri torpağa tökülən alın tərinin, zəhmətin bəhrəsidir. Bu məhsulları süfrəmizdə görəndə bəlkə də dərk etmirik. Məhsullar sadəcə yemək deyil, əllərin izidir. Əyilmiş bellərin şahididir. İnsanın torpağa verdiyi sevgi itmir. Torpaq heç zaman unutmur. Gec-tez qarşılığını verir. Bax budur halal zəhmətin, əziyyətin bəhrəsi. Əziyyətin içində gözəllik var. Bərəkətli olsun hər kəsin süfrəsi. Bağçadan yığdığım lobiyalarla günorta yeməyini hazırlayıram. Günorta yeməyini hazırlayıb qurtardıqdan sonra aşağı düşürəm. Gördüyüm bu mənzərə heç də ürək açan değildi. Tökülən ərikləri yığıb meyvə şirəsi hazırladım. Balaca oğlum 10 ayındadır. Onun üçün semişka ləpələrini biraz qovurub blenderla doğrayıram. A, E, D, B vitaminləri ilə zəngin olan ləpəni könül rahatlığı ilə övladınıza verə bilərsiniz. Bu cür bankalara töküb saxlamaq olar. İstəsəniz qozu da bu üsulla edə bilərsiniz.